Salam, hər vaxtınız xeyir dəyərli müəllimlər və müəllim olmaq istəyən namizədlər. Bugünkü video izahımızda MİQ-ə hazırlaşan ibtidai sinif müəllimləri üçün 5 suallıq model sualların izahlarını paylaşacağam. İzaha keçmədən öncə biraz dərslər haqqında məlumat vermək istəyirəm. Deməli, bizim fevral qrupumuza qeydiyyat davam eləyir. İnşallah fevralın sonlarına doğru yeni qrupla dərslərə başlayacağıq. Dərslərimizdə həftənin bir günü sırf olaraq mətnlərin canlı yayımından ibarət olur. Bu arada əgər kanalımıza abunəsinizsə, dünən paylaşdığım canlı yayımı, hər kəsə açıq şəkildə paylaşdığım canlı yayımı gördünüz. Orada mətnlər işlədik. Dərslərimizdə də eyni həmin forma, biraz asan, biraz çətin, yəni daha çox MİQ tərzi düşündürücü və çətin mətnlərin izahlarına baxırıq dərslərimiz zamanı. Eyni zamanda kanalımıza abunə olaraq bundan sonraki canlı yayımlarımızı da, bu tipli izahlarımızı da davamlı olaraq izləyə bilərsiniz. Dərslərimiz haqqında daha ətraflı məlumat əldə etmək istəyən müəllimlər bu telefon nömrəsi ilə bizə WhatsApp-dan yaza və ya zəng eləyə bilər. Bütün mövzuların video izahları var bizdə. Bütün dərs müddəti ərzində hər bir mövzuda əlaqəli ən az 2 sınaq işləyirik və hər bir sınağında video izahları dərs zamanı göndərilir. Ətraflı məlumat üçün yenə deyirəm, telefon nömrəsi ilə bizə əlaqə saxlaya bilərsiniz. Vaxt itirmədən keçək sualların izahına. Klasterin şaxələrindəki fikirləri əsas tutmaqla onu tamamlayan fikirləri müəyyən edin. Keçirdim sözü. Biz keçirdim sözü haqqında əvvəla müəyyənləşdirməliyik ki, görək necə təhlil oluna bilir. Keçirdim biri nə edirdim? Məsələn, bu bağdan keçirdim. Nə edirdim? Nə et sualında ir qrammatik, di qrammatik, m şəxsdir. Yəni ir zaman, di idi hissəci, m şəxs. Keçmək də kökdür. Sualın tərkibində qrammatiklər özünü göstərir. Daha sonra keçirdim sözü mən nəyisə keçirdim, nə etdim sualına cavab verə bilər və bu zaman baxın nə et sualdır, di və m var təkcə. Deməli di, m qrammatikdirsə keçməkdən keçirmək əmələ gəlir. Ir də olur burada leksik. Bir də əmr şəklində düşünmək olar onu. Mən keçirdim. Qoy mən keçirdim. Mən nə edim? Mən keçirdim. Deməli, nə et sualında im bir dənə feilin əmr şəklinin şəxs sonluğudur. Deməli, burada keç kök, keçməkdən keçirmək, ondan keçirtmək əmələ gəlir. Yəni, bu söz 3 cür təhlil oluna bilən sözdür. İndi bizə keçirdim sözünü verir və qarşısında örnəklər verir. Deyir ki, quruluşuna görə sadədir. Əgər sadədir deyirsə, baxıram ki, ikinci nümunədə nə etdim sualında keçirdim düzəltmədir. Nə edim sualındakı keçirdim düzəltmədir. Deməli, mənə bu ikisi lazım deyil. Hansı lazımdır? Ən birinci keçirdim sözü. Bu quruluşda sadədir, çünki qrammatik şəkilçilərdən ibarətdir. Cümlənin feilli xəbəri ola bilər, bəli, hər üçü ola bilər. Bu şərt elə də əhəmiyyətli deyil. Əhəmiyyətli olan quruluşuna görə sadədir şərtidir. Ən birinci şərt. Gəlin indi bəndlərə baxaq. Onu həyətdən keçirdim cümləsinin onu həyətdən keçirdim. Buna məsələn mən nə etdim sualını verə bilərəm. Nə etdim? Di qrammatik, m qrammatik. Gəlin indi təhlil eləyək burada. Di qrammatik, m qrammatik. Deməli, keçməkdən keçirmək olur. Bu, quruluş oldu düzəltmə. Yəni, sadə olmadı. Quruluşuna görə sadə deyilsə, bu bənd mənim üçün uyğunsuzdur. Çünki burada digər keçirdim sözündən söhbət edir. Kök 3 qrammatik şəkilçidən ibarətdir. Bəli, burada ir, di və m 3 dənə qrammatik var. Deməli, bu mənim bəndimə uyğundur. Kök bir leksik. Xeyr, bir leksik yoxdur. Bu nümunədəki keçirdim sözündə. Əgər sadətsə, deməli, leksik ola bilməz. Şuhudi keçmiş zamandadır. Yanlış fikirdir. Çünki birinci gələn irdir, sonra di gəlib. Hər zaman birinci gələn zaman, ondan sonra gələn hissəcik olur. Yəni, D bəndi uyğun deyil. Eyni zamanda, əmr şəklində də götürülə bilər. Baxın, əgər mənə hər hansı bir keçirdim sözünün təhlillə əlaqəli variantları istəsəydi, yəni burada quruluşuna görə sadədir şərtini verməsəydi, mən deyərdim ki, hə, keçirdim sözünü əmr şəklində düşünə bilərəm. Mən keçirdim nə edim? Amma quruluşuna görə sadədir şərtinə görə əmr şəklində olan keçirdim sözünün quruluşu düzəltmə olur. Çünki nə edim sualında keçirməkdən keçirmək, ondan keçirtmək olur. Mən keçirdim, sən keçirt məzmununda. Bu olur düzəltmə. Ona görə düzəltmə söz mənə lazım olmadığına görə bunu mən əmr şəklində düşünə bilmərəm. Çünki buradakı keçirdim sözü sadə sözdür. Sadə sözdə əmr şəklində bu məqamda işlənə bilmir. Doğru cavabımız oldu
B variantı kifayət qədər düşündürücü və diqqət ediləsi test tipi idi. Davam edən növbəti sualımızdan. Sinif yoldaşım Natəvan da sənin kimi yaxşı qızdır. Cümləsində fərqləndirilmiş söz hansı sözlə əvəz edilsə cümlənin sintaktik təhlil sxemi dəyişməz. Gəlin əvvəla bu cümləni təhlil eləyək. Sinif yoldaşım Natəvan da sənin kimi yaxşı qızdır. Kimdir? Qızdır. Cümlənin xəbəri. Kim qızdır? Natəvan. Hansı Natəvan? Sinif yoldaşım. Necə qızdır? Yaxşı qızdır. Baxın, qız isim olduğuna görə ondan əvvəl işlənən yaxşı söz cümlənin təyinidir. Bizim diqqət eləməli olduğumuz məqam elə yaxşının təyin vəzifəsində olmasıdır. Baxın, oxuyur feildir. Əgər yaxşı oxuyur desəm, necə sualına cavab verən sözdən sonra feil gəldiyinə görə bu olacaq nə tərzdə oxuyur? Zərflik. Və ya yaxşı yazır desəm, yenə feil gəlib olacaq zərflik. Yaxşı çəkir desəm, olacaq zərflik. Yaxşı oynayır desəm, feil gəldiyinə görə yenə olacaq zərflik. Amma yaxşı uşaqdır dediyim zaman uşaq isimdir. İsimdirsə deməli yaxşı olacaq təyin, uşaqdır olacaq xəbər. Yəni bu ismi xəbərdir. Qız ismi xəbərdir. İsmi xəbər, yəni necə sualına cavab verən sözdən sonra nitq hissəsinə görə isim gəldiyinə görə burada yaxşı sözü olur təyin. Feil gəldiyinə görə olur zərflik. Deməli hansı halda təhlil sxemi dəyişməz, özündən sonra isim gələrsə. İsimdə D variantı uşaq sözündədir. Davam edirik növbəti sualdan. Hansı amonimlər müxtəlif nitq hissəsinə aiddir? Əqrəb, biri var saatın əqrəbi, bir də var ki həşərat, yəni heyvan əqrəbi. Bu hər ikisi isimdir. Ona görə hər ikisi isim olduğuna görə avtomatik olaraq A bəndi getdi. Qayın sözü, biri var qayın ağacın adı, qayın nə isim, bir də var qohumluq əlaqələrindəki qayın. Bu da isimdir. Ona görə B də getdi. Tam sözü, biri var ki, bütöv mənasında tam, necə, bütöv necə, sifət kimi. Bir də var ki, yeməyin tamı, dadı mənasında isimdir. Yəni, tam həm isim, həm də sifət ola bilir. Ağrı sözü, biri var isim kimi, qolumda ağrı var. Nə var? Bir də var ağrımaq feili. Yəni, müxtəlif nitq hissələrinə aid amonim ola bilir. Bal sözü, biri var yediyimiz bal. Bir də var imtahandan topladığım bal. Burada hər ikisi isimdir. Yəni müxtəlif yox, eyni nitq hissəsinə aiddir. Kürək sözü, biri var insanın kürəyi, beli mənasında. Bir də var ki, kürək. Yeri qazmaq üçün istifadə olunan alət. Bu da isimdir. Ona görə Y-də olmaz. Yəni uyğun variantımız olacaq C variantı. Davam edirik növbəti sualdan. Hansı ara sözlər həm də modal söz kimi götürülə bilər? Necə deyərlər? Sözün düzü, demək ki, atalar demişkən, uzun sözün qısası. Biz bilməliyik ki, bütün modal sözlər ara sözdür. Amma bütün ara sözlər modal söz deyil. Bu nə deməkdir? Ara söz sintaktik vahiddir. Və ara sözlər həm söz birləşmələri ilə ifadə oluna bilər, həm cümlələrlə ifadə oluna bilər, həm də sözlərlə ifadə oluna bilər. Yəni, ara söz modal sözlərdən fərqli olaraq söz birləşmələri və cümlələrlə ifadə olunur. Modal sözlər sözlərlə ifadə olunur. Modal söz, yəni adı üstündə bir sözdür. Yəni, necə deyərlər, bu bir cümlədir, fikir verin. Ona görə bu modal söz kimi düşünülə bilməz. Sözün düzü söz birləşməsidir. Bu modal söz ola bilməz. Demək ki, baxın ki, burada sadəcə demək sözünün yanında işlənmiş bir köməkçi vasitədir. Demək, bunu bilirsən. Demək ki, bunu bilirsən. Yəni ki, burada müstəqil söz olmadığına görə bu bir söz götürülür. Deməli, bu modal söz ola bilər. Atalar demişkən, fikir verin, bu bir cümlədir. Uzun sözün qısası. Bu bir söz birləşməsidir. Yəni, biz söz birləşmələri və cümlələri bu siyahıdan çıxdığımız zaman yerdə söz qalır. O da demək ki, C variantında olur. Növbəti sual. Hansı nümunədə tabellik əlaqəsi cümlələr arasında deyil? Tabellik əlaqəsi ya cümlələr arasında olur, ya da sözlər və ya söz birləşmələri arasında olur. Cümlələr arasında olmayan tabellik əlaqəsini istəyirik biz. O dünən bildi ki, artıq gecdir. O dünən bildi ki, bax burada cümlələr arasında əlaqə var. Çünki tabeli mürəkkəb cümlədir. Gecədən xeyli keçmişdi, televizorda xüsusi xəbərlər başladı. Baxın, gecədən xeyli keçmişdi bir cümlədir. Televizorda xəbərlər başladı iki cümlədir. Deməli, cümlələr arasında tabeli əlaqəsi var.
Atası onu görəndə təəccübləndi, çünki gəlişini gözləmirdi. Baxın, burada tabelilik bağlayıcısı olduğuna görə, çünki bu tabeli mürəkkəb cümlənin əlamətidir. Yəni, burada yenə mürəkkəb cümlələr özünü göstərir. Gəlsə də, sağ üstə gəlinsin də, burada tabeli mürəkkəb cümlənin əlamətidir. Yəni, burada cümlələr arasında tabeli əlaqəsi var. Yəni, mürəkkəb cümlədir. Alim kitabı vaxtına gətirmişdi, amma onu atama verməyi unutdu. Diqqət edirəm ki, burada amma tabesizlik bağlayıcısıdır, yəni qarşılaşdırma bağlayıcıdır. Yəni, bu cümlə əgər şəxsləri eyni mübtəda, eyni xəbərə aiddirsə, demək ki, bu sadə ola bilər. Alim kitabı vaxtına gətirmişdi. Kim gətirmişdi? Alim. Onu atama verməyi unutdu. Kim unutdu? Alim. Yəni, gətirən də alimdir, verməyi unudan da alimdir. Qarşılaşdırma bağlayıcısı, tabesizlik bağlayıcısı, deməli, bu cümlə sadə cümlədir. Yəni, burada cümlələr arasında tabellik əlaqəsi ola bilməz. Çünki burada heç cümlələr yoxdur. Burada bir cümlə var, bu sadə cümlədir. Ona görə doğru cavabımız olacaq Y variantı. Yəni, əslində bu tipli şərt adama biraz çətin gələ bilər, düşündürücü gələ bilər, amma sadəcə sualın digər adı əslində budur ki, sadə cümləni müəyyən edin. Yəni, cümlələr arasında deyil deyirsə, deməli, burada bir dənə cümlə olmamalıdır. Biri mürəkkəb cümlə olmamalı daha doğrusu. Yəni, sadə cümlə olmalıdır. Yəni, biz bu nümunədən sadə cümləni fərqləndirməliydik. Bu izahımızın da sonuna gəldik. Bir daha qeyd edeyim ki, bizim onlayn dərslərimiz üçün müraciət eləmək istəyən müəllimlər 055 418 82 02 nömrəsi ilə əlaqə saxlaya bilər. Fevral ayında inşallah yeni qrupla dərslərə başlayırıq. Fevralın sonlarına doğru. Eyni zamanda kanalımıza abunə olaraq həftə ərzində paylaşılan videolardan və həmçinin həftə sonlarında açacağımız mətnlərin canlı yayımlarından istifadə edə bilərsiniz. Bu günlük videonu yekunlaşdırıram. Sağ olun, növbəti izahlarda görüşərik.